Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. İnsanlığı nicat verəcək, xilas edəcək, ilahi zuhur hökumətinin zəminəsini yaradan müqavimət cəbhəsinin, o müqavimət cəbhəsi ki, sürətlə qloballaşmaqdadır. Nurunun alovları və yaxud da nurunun qığılcımları günü-gündən daha çox görsənməkdədir və Allahın izni ilə təbii də olaraq şeytan cəbhəsi sıxıldıqca və süquta daha da yaxınlaşdıqca, nabudluğu yaxınlaşdıqca təbii olaraq Dəccalın üzünü daha çox göstərməkdədir və göstərəcək bu yaxın illərdə. Belə ki, başlayaq. İraqda Əhl-i Beyt məktəbi şiələrin, şiə cəbhəsinin və onu təmsil edən qrupların, müqaviməti dəstəkləyən qrupların böyük ölçüdə İraq parlament seçkilərinin əksəriyyətini, kürsülərinin əksəriyyətini qazandığı qələbə bir neçə gün öncə, 1-2-3 gün öncə Yəmən tərəfdən Ərəbistana böyük təhdid və ultimatum, İran daxilində baş verən sürətli dəyişimlər, illərdir barəsində təhlil verdiyimiz və sözünü verdiyimiz İmam Zaman hökumətinin həm mötəbər xəbərlərə, hədislərə əsasən, həm Qur'an ayələrinə əsasən, həm də gedən proseslərə əsasən 3 tərəfi, zuhur hökuməti zəminəsini yaradan orqanın və hərəkatın üçbucağı İran, Yəmən və İraq proseslərini göz önünə sərməkdədir. Amma gəlin müqəddimə olaraq bir neçə xatırlatmanı xidmətinizə çatdıraq. Sonra baş verən hadisələrə qısaca toxunaq və nələr bizi gözləyə bilər bu barədə danışaq inşallah. Əvvəlcə müqəddiməmizə baxaq, yadımıza salaq. Yadınızda varsa, son zamanlarda məxsusən təkid etdiyimiz bir məsələ 25-dən başlayaraq, məxsusən bizim nəzərimizdə 28-in ortalarına qədər böyük ölçüdə bütün dünyanın taleyini həll edən əslində bu cür olan bölgə proseslərinin dəyişimi bu barədə xəbərdarlıq etmişdik. Və digər tərəfdən qeyd etmişdik ki, Amerika və onun quduz iti siyonist rejimi və onların havadarları, onların tərəfdarları sürətlə bir çox sektorlarda, o cümlədən iqtisadi, ictimai, sosial, təhlükəsizlik və hərbi sektorlarda sürətlə çöküşə doğru gedir. Və qeyd etmişdik ki, bu çöküş və bu məğlubiyyətlər çoxaldıqca təbii olaraq qarşı tərəf boğulan saman çöpündən yapışar misalında hər yerə cırmaq atacaqlar. Məxsusən vay onların halına, o hakimiyyətlərin halına ki, bunların nökərçiliyini edir, onları qurbanlıq edəcəklər. Əlbəttə, Dəccalın qabarıq üzü media vasitəsilə son səylərini gücləndirəcəklər. Bölgənin məxsusən müsəlman xalqlar arasında bacardıqları əllərində qalan kütlədən sui-istifadə edib təfriqə artırsınlar. Və keçən il idi, əgər səhv etmiriksə, ali məqamlı rəhbərin bu ikinci, sonuncu Suriya hadisələrindəki bəhslərini, sözlərini təhlil edəndə qeyd etmişdik ki, rəhbər buyururdu ki,
Suriyanın qeyrətli cavanlarının əli ilə Suriya xilas ediləcək və bölgədən, regiondan böyük şeytan müqavimətin əli ilə çıxarılacaq. Bundan əlavə, bütün bu məsələləri ehtiva edən və əvvəldə də toxunduğumuz bir xatırlatmanı qeyd edək. 4-5 ildir ki, həm bağlanan kanallarımızda, həm bu kanalımızda bir məsələyə çox təkid edirik. İran, İraq və Yəmən üçbucağı və ya piramidası küfr piramidasının, zillət piramidasının qarşısında əsas həll edici rolu oynayacaq. Əlbəttə, Yəmən məsələsində Lübnan, yəni Livana aid də bəhslərimiz gələn proqramlarda olacaq. İnşallah, əlbəttə, Sudan məsələsini də söz vermişik, danışacaq. Bu xatırlatmalarımızdır. Amma gəlin görək, bu müqəddimələrimizin üzərində baxaq görək, hansı hadisələr baş verir, qısaca toxunaq. Məxsusən bu üçbucaqda və onların qarşısında dayanan küfr üçbucağında, piramidasında. Elə ən yaxınından başlayaq. Üçbucağın bir bucağı İraq və gələcəkdə strateji və iqtisadi baxımdan və zuhur hökumətinin qurulması baxımından ən böyük rollardan birini oynayır bu üçbucağın digər iki bucağı İran və Yəmən kimi. İraq. İraqda son parlament seçkiləri keçirilir və qəti olaraq Şiə qolları olan qruplar, məxsusən Nuri Əl-Maliki kimi, hətta Əs-Sudani ki, bugün onların baş naziridir. Baxmayaraq ki, siyasətlərində ehtiyatla rəftar edir. Nuri Əl-Maliki, Əs-Sudani, bir tərəfdən Hadi Əl-Amiri və Qeysi Xəsəli və digərləri ki, müqavimətə və müqavimət cəbhəsinə yaxındılar. Bunlar qələbə qazandılar. Böyük, belə deyək də, iştirakçıların bəlkə də hesablasaq 60%-dən çoxunu, 70%-ni bəlkə də bunlar ələ keçirdilər kürsüləri seçkilərin nəticəsində. Digər tərəfdən bəzən toxunurduq Muqtəda Əs-Sədr enişli çıxışlı yolları izləyən bu kəs, təəssüf ki, babaları kimi sabit qədəm deyil, bu seçkiləri də boykot etdi, amma özü bir daha rüsva etdi özünü və son illərdəki məxsusən Tufanul Əqsadan bu tərəfə bəzi qəbilələrdən arxasında çox adam var idi, milyonla, 2 milyon, nə bilim, nə qədər adam var idi. Onları o vaxt itirdi. Bu gedişlə itirə-itirə gedəcək. Amma indi bəhsin davamında yadımıza düşsə qeyd edəcəyik ki, 3-cü hissəmizdə, növbəti hissəmizdə ki, nələr baş verə bilər, qarşı tərəfin fitnəsinin alətinə çevrilə bilər. İraqda baş verən, İraq barəsində bu qələbə ilə bağlı son illərdə digər bir önəmli hadisə baş verir. Bu da müqavimət cəbhəsi üçün böyük fürsət və qarşı tərəf üçün böyük təhdiddir. Dediyimiz kimi, regional və jeopolitik baxımdan və hətta jeoekonomik, yəni iqtisadi, strateji baxımdan böyük rol oynayan İraq, demək olar, bəzi xəbərlərdə yarıya yarı artıq dolları səhnədən çıxarmağa başlayır və İran, Rusiya, Çin qütbünün bir bucağı olan Çinlə istəyir neft ixracını gücləndirir və əlaqələrini gücləndirir. Və digər tərəfdən də bu seçkilərlə dediyimiz kimi İslam müqavimət cəbhəsi ki, böyük ölçüdə belə deyək, həm kəmiyyət, həm keyfiyyət baxımından böyük güclərindən biri İraqdır, bəlkə də ilk 2 dənə, 3 dənə gücdən biridir ki, məsələn, Heydəriyun, Ən-Nucəba, Həşd-ü-Şubi və yaxud da Kətayib-i Hizbullah və digər böyük müqavimət qruplarının İraqda olması və son günlərdə bu seçkilərdən öncə Amerika əl-ayağa düşmüşdü ki, çünki 2026-da Amerika
rəsmi sözünün üstündə duran olmasın, amma beynəlmiləl, beynəlxalq arenada, belə deyək, bu qlobal arenada rəsmi müqavilə bağlamışdı ki, 2026-da çıxmalıdır və bu müqavimət qrupları hər bir neçə müddətdən bir bunu İraq dövlətinə də tez-tez yada salırdılar və narahat edirdilər Amerikanı. Müqavimətə bağlı Şiə əksəriyyətinin qanunverici orqan olan İraq parlamentində qələbəsi Amerikanın da böyük ölçüdə əlini kəsir. Bu əhəmiyyətli yerdən, zuhur əhəmiyyətli yerdən İraqdan və müqavimətin qollarını daha çox açır. Bu isə dediyimiz bu yaxın tarixdə həm mərkəz olan İrandan başlayan cərəyanın Siyonist rejimə tərəf Amerikanın ən böyük bazası olan və divin şüşədə canı olan bu quduz itə tərəf İranın həm hərbi, həm texnoloji, həm kəşfiyyat sahəsində əl-qolunu daha açır və yenidən bu Amerikanın canı olan bu quduz itə tərəf İranı yaxınlaşdırır və elə o formada da Amerika və İsrailə böyük bir xətər törədir. İraqda qısaca olaraq baş verənlər budur. Digər tərəfdən üçbucağın və ya piramidanın digər qolu Yəmən. Yəmən, Əl-Buxayti Yəmənin Ənsarullahın siyasi bürosunun üzvü qəribə bir xəbərdarlıq edir Ərəbistana. Çünki Bin Səlman Əl-Colani kimi öz ərbabları, ağaları olan Netanyahuya oxşayaraq Bunker Siçovlu misalında rəsmi dünyada bilinsə də gizlin yollarla eyni Əl-Colani kimi Amerikaya tərəf səfəri var. Və buna görə də necə ki Ərdoğan şimalda xoş rəqslik edir və edəcək də hələ bundan sonra son nəfəslərini verən Ərdoğan Türkiyə xalqını və qonşu xalqları qırğına, iqtisadi, mədəni baxımdan qırğına verməkdə davam edən və xəyanət eləməkdə davam edən Ərdoğan və bundan da sonra qırğına hazırlayan Ərdoğan kimi bir tərəfdən Bin Səlman da Yəmənə son günlərdə Yəmənlə sərhəd bölgələrində bəzi şıltaqlıqlar edirlər Ərəbistanın ordusu və bununla da yanaşı o gün xəbərdə də yerləşdirdiyi Telegram kanalımızda həmişə olduğu kimi kanalımızın linkini həttəmən abunə olun, şərh bölməsində, adlıq bölməsinin üzərində vurub abunə ola bilərsiniz. Orada da yerləşdirdik ki, Yəmən böyük kəşfiyyat zərbəsi vurdu Siyonist Mossad və CIA Amerika kəşfiyyatına ki, bunlar Yəməndə ixtilaf salmaq istəyirlər, böyük terrorlara hazırlaşırdılar və Yəmən hərbi qüvvələrinə qarşı da yerlərini açmağa, faş etməyə ki, Yəmən bunu bəyan elədi ki, bunların mərkəzi də Ərəbistanda idi. Bütün bunları nəzərə alsaq, Bin Səlmanın xoş rəqsliyini, Əl-Buxayti bir dənə xəbərdarlıq edir. Nə deyir? Mən birinci cümləsini oxuyuram, elə siz özünüz davamını biləcəksiniz. Deyir ki, Ərəbistana gələcəkdə 2 dənə şərafətli hərəm, hərəməyn, 2 şərəfli hərəm Kəbədir, Məkkədir, bir də Mədinə, bu 2 tərəfə hərəməyn deyirlər, şərafətli hərəm. Bunların hakimiyyəti Sənadan, Yəmənin paytaxtından idarə olunacaq. İndi davamını özünüz oxuyun. Bu dastanın və elə burada bu dastanın davamını yaxşı oxumağınız üçün ali məqamlı rəhbərin bir neçə il bundan öncə ərəblər barəsində, Ali Suud rejim barəsindəki bir möhtəşəm kəlamını nəzərinizə çatdırım, yadınıza salım daha doğrusu. Rəhbər buyurmuşdu ki, bu Ali Suud rejimi, Ərəbistan hökuməti
Amerikadan bəzi texnologiyalar alır, silah, hücum silahları ilə müdafiə sistemi falan. Çox çəkməyəcək, bax belə də buyurmuşdu. Çox çəkməyəcək ki, bütün bu sursatlar, biz ondan deyir, narahat deyilik. Çünki çox çəkməyəcək ki, bu sursatlar düşəcək Allahın mümin və müqavimət cəbhəsinin əlinə. Və nəhayət, piramidanın başı, üçbucağın əsas bucağı olan mərkəz İranda nə baş verir? 12 günlük müharibədən sonra Telegram kanalımızda da yerləşdirdiyimiz xəbərlərə diqqət etsəz, Qərbin və Şərqin və Qərbin cərəyan formasında, Süfyani formasında nəzərə alsaq, coğrafi deyil, Qərb cəbhəsinin və onların quduz itinin hər gün barbar bağırdığı məsələlər, əlbəttə tam dərinliklərini bilmirlər. İran onsuz da dünyada ilk 10-luqda idi, hətta 5-likdə idi. IQ səviyyəsinə görə süni intellekt və nanotexnologiya Singapurdan sonra İrandadır və əcib-qərib silahların növ-bənöv, çeşid-bə-çeşid artımına görə onsuz da belə idi. Amma İranda da sanki dəfələrlə qeyd etdiyimiz müəmmalı sükut qarşı tərəfi həddən çox qorxuya salan və məxsusən 12 günlük ağır zərbələr vurandan sonra İran bu müəmmalı sükutun fonunda süni intellekt və nüvə enerjisi istehsalında və inkişafında sürət bəlkə də 1-ə 10, bəlkə də 1-ə 100 artıb. Elə əyani sübutlarından biri də Rusiya tərəfindən də 120 nöqtədə santrifüjların nüvə enerjisi üzrə vurulması və bunun icraya başlanmasıdır. İranın öz nüvə qüdrətindən əlavə. İranda növbəti gözə çarpan 12 günlükdən sonra 10 qat gözə çarpan inkişaf raket çeşidlərinin və keyfiyyətinin və kəmiyyətinin sayının durmadan istehsalda artmasıdır və müdafiə xarakterli güclənmə sürətlə artmasıdır. Bu da təsadüfi deyil. Dünən səhv eləmirəmsə Telegram kanalımıza yerləşdirdik. Amerikalı ekspert. Səhv eləmirəmsə təqaüddə olan hərbiçi idi, ya kəşfiyyatçı idi. O dedi ki, ümumiyyətlə həm o deyir, həm digər İsrailli ekspertlər də bunu təsdiq edirlər ki, İran, bunların hələ iddiası da bizim aldıq. Onlar deyir, bizim İranlı mənbələrdən əlimizdə olan məlumat, hələ bu zahiri məlumatdır bunlarda, İran onsuz da qüdrətli olan raket qüdrətini çox sürətləndirib, 12 günlük döyüşdən sonra çox sürətləndirib və növbəti siyonistlərin səhvində birinci dəfə dalğada bir dəfəyə 2000 raket buraxa bilər. 2000 raketin də özünüz hesablayın. 12 günlük müharibədə İran 500, məlum olan budur ki 574. Gəlin yuvarlaqlaşdıraq, 600 raketi 12 günə buraxdı. Yəni 612-yə böləndə, məsələn, günə düşür bir 50 raket. Düzdür, 50 raket, bəli. Bu birinci dəfəyə hələ deyir, birinci dalğasına 2000 raket. Və 12 günlük müharibədə İran 10, 15, 20 il arası bundan öncə hazırladığı raketləri vurdu ki, 10 qat ən azı müdafiə sistemi bunu saxlaya bilmədi. Qərbdən şərqə hamısı dayanmışdı müdafiə sistemləri. Və İranlı ekspertlərin mən çıxışlarına baxıram, bəzi hərbiçilərin də çıxışlarına baxıram. İranda məlum olan zahiri 150, 200, 300 arası raket şəhərciklərinin sayı var yer altında. Onların heç birinin qapısının ağzı açılmadı. 300 raket şəhərciyindən heç birinin qapısının ağzı açılmadı.
bu cür NATO 12 günlük döyüşdə 4-cü, 5-ci gündən başladı. Norveçin, Qətərin və digər ölkələrin vasitəsilə hər gün onlarla dəfə İrandan atəşkəs iltimas eləməyə. İranda bütün bu köhnə silahları ilə, raket şəhərciklərinin qapısını açmamağı ilə onlara diz çöktürdüsə, özü də onların qəfildən namərdcəsinə hücumundan sonra bu qədər komandirlərinin İranda şəhid edilməsindən sonra indi bunlar deyir ki, bilinməyən raketləri var, heç həmin güc 10 qat qoyub üstünə İran və 12 günə 600 raket yuvarlaqlaşdırma ilə atan İran bugün birinci atışda 2000 raket buraxacaq. Bunların hələ özlərinin təsdiqidir. Digər tərəfdən İranın daxilində kəşfiyyat əməliyyatları çox sürətlənib və çox böyük Allahın ilahi lütfu olaraq uğurlar gəlib ki, bunların da xəbərlərini Telegram kanalımızda yerləşdirdik dünən sırağa gündə ki, əsas bandı, əsas qrupu dağıdıldı Mossadın ki, bunlar bu payızın axırına, yəni 1 noyabrın axırlarına tərəf bir ixtişaş nəzərdə tutmuşdular İranda. Və bunun da üzərinə gəlin, 12 günlük döyüşdən 3 gün öncə elan olunan İranın milyonlarla İsraildən gətirdiyi kəşfiyyat sənədləri ki, indi arada bir qığılcımlarını, qətrələrini bəzi söhbətlərdə görürük, bəzi baş verən hadisələrdə, istəyir Yəmənin bəzi dəqiqləşən zərbələrində, istəyir də digər hadisələrdə. Yəmən, İraq, İran üçbucağı və ya piramidası baş verənlər bunlardır. Son günlərdə nə gözləyə bilərik qarşı cəbhədən bunun müqabilində və nələr ola bilər? Qısaca, təbii olaraq bütün bunlardan sonra, bu dediyimiz hadisələrdən sonra Amerika və İsrail cəbhəsi və Qərb cəbhəsi iki terroru sürətləndirməyə yönələcəklər. Məxsusən hərəsi bir tərəfdə bunu edəcək. Baxın, Amerika Dəccalın ən qabarıq üzü. Mediada bunu gücləndirəcək. İstəyir Əfqanistan, Pakistan, istəyir Pakistan, Hindistan, istəyir Əfqanistan, İran, istəyir də İran, İraq xalqları arasındakı təfriqəni gücləndirmək üzrə. Və bunların daxilində, məxsusən İraqın daxilində, bayaq əvvəldə qeyd etdik, bu seçkilərdə əslində boykot etməsinə rəğmən uduzan Muqtada Əs-Sədr xəyanət edə bilər. Öz şəxsi çıxarlarına görə müqavimətin və İslam dünyasının Əhl-i Beyt məktəbinin mənafeyini ayaq altına sala bilər. Amerika onun üzərində hesab aça bilər. Bu zehni terrordur. İki terrordan biri zehni terrordur. Bu Dəccalın görünən üzü mediada. Dediyimiz bu müsəlman xalqlar arasında maksimum çalışacaqlar. Özünüz də görəcəksiniz. Əlbəttə Azərbaycanımız bundan istisna deyil. Və elə qığılcımları belə deyək də, qırın-qırıntıları görünür. İlham Əliyevin hökuməti xoş rəqsliyini davam etdirir. Əlbəttə başını ülgücün altına salır. Bunu davam etdirir. Ki, dünən xəbərlərdən birində mən gördüm ki, NATO'nun rəsmilərini qəbul edib, biz NATO'ya tərəf gedirik filan, bəs mən Ukraynadan göründüyü kimi dərs götürmür. Çünki biz bir dəfə buna toxunmuşduq. Bu aləmin yaradılış fəlsəfəsi ilahi sünnət olaraq sinxiyyət, uyğunluq qanunu üzrədir. Sinxronluq var. Necə? Hər kəs öz rənginə tərəf gedir. Hər kəs öz rənginə tərəf gedir. Əliyev rejiminin, Erdoğan rejiminin, Ben Səlman rejiminin, Əs-Sisi rejiminin və s. Zelenski kimilərin ağası böyük şeytandır. Və onların quduz itinin nökərçiliyini edirlər bu rejimlər. Təbii olaraq onların rəngində olacaqlar. Trump pedofildir, Trump qumarbazdır, Trump ticarət üzərindədir. Bax, Amerikanın içərisində aləm dəyib bir-birinə. Bunun pedofilliyi, bunun aktyorluğu, qumarbazlığı səbəb olub buna. Bunun rəngində olanlar buna nökər olmalıdır. Zelenski kimdir? Məlumdur da.
hansı biabırçılıqla aktyorluq səhnələrini görmüsünüz. Müğənnilik eləyir. Yəni, rəsmi, siyasi və etiqadi, üzr istəyirəm, fahişəlik edir. Əliyev rejimi, Əliyevin əvvəli kimdir ki? Kimə aydın deyil İlham Əliyev kimdir? Erdoğan hardan çıxıb gəlib? Hamısı banditlikdən, aktyorluqdan, qumarbazlıqdan və ticarətdən gələnlərdir. Təbii olaraq ki, bunlar üçün öz xalqları zərrə qədər əhəmiyyət kəsb etmir. Ona görə, baxın, Türkiyənin təyyarəsinin vurulması və yaxud da düşməsi, indi Qaraqutu tapılıb, 20 nəfər türk əskəri həlak olub, aləm də bir-birinə müxtəlif versiyalar verirlər, mən eşidirəm. Təhlillərə baxıram, Türkiyədən, İrandan, o tərəfdən, bu tərəfdən versiyalar var, variantlar var, vurula bilər, vurulubsa kimin tərəfindən vurula bilər. Amma axı ali məqamlı rəhbər buyurmuşdu, qonşularına quyu qazan 2020-ci Qarabağ döyüşləri ərəfəsində tezliklə o quyu özü düşəcək. Sən elə bilirsən, xalqının boğazından kəsirsən. Erdoğan Türkiyə xalqını inildədir. Azərbaycan xalqını İlham Əliyev orada zülmdə saxlayıb. Ərəbistanın xalqı güya fərqli vəziyyətdədir. Hamısını da göstərəndə istəyir İstanbula baxın, istəyir Ər-Riyada baxın, istəyir nə bilim Bakıya baxın. Şüşəli 2-3 dənə bina göstərir. Amma arxa tərəflərinə bax. Bakının özündə, paytaxtların özündə. Təbiidir ki, bunlar uçuruma tərəf gedirlər. Və Amerika zehni terrorlarda bunlardan sui-istifadə edəcək və fiziki terrorlar bölməsinə İsrail nəzarət edəcək. Bunların arxasında hər iki terroru, belə deyək, ideoloji, siyasi, taktiki baxımdan təmin edən qoca tülkü ingilisdir ki, onun da quyruğu ələ keçib, yavaş-yavaş sürüyüb çıxardırlar üzə. Mali tərəfdən də bu terrorları, istəyir zehni terrorları, istəyir belə fiziki terrorları sağmal inək ərəblər təmin etməlidir. Ali Saud rejimi, Birləşmiş Ərəb Əmirlikləri və s. Niyə bunlar buna əl atmalıdır? Dediyimiz, sadaladığımız bu hadisələr, bu üçbucaq, zuhur üçbucağı İran, İraq, Yəməndə baş verən və bunun qarşısında Amerikada daxildə baş verən parçalanmaların sürətlənməsi və Siyonist rejimin daxilindəki rüsvayçılıqlar və kritik vəziyyət boğulan saman çöpündən yapışır. Bunların da saman çöpü sadaladığımız bu müsəlman hakimiyyətləridir. Əliyev kimi, Erdoğan kimi, Bin Səlman kimi, Əs-Sisi kimi təbii olaraq iqtisadi, siyasi və mədəni, hətta ideoloji arenada o özünü bu ölkələrdə o cümlədən, məxsusən bizim ölkəmizdə göstərəcək. Bəlkə də hiss edirsiniz, iqtisadi çöküşün sürətlənməsi və xalqın qanının müxtəlif kommunal xərc bəhanəsi ilə, bank bəhanəsi ilə və kənd təsərrüfatındakı inkişaf adı altında olan çöküş bəhanəsi ilə içilməsi. Bu da bu hakimiyyətlərin həm dost, həm düşmən tərəfdən sonunun yaxınlaşması deməkdir. Hər halda zuhur üçbucağı və zuhur piramidası güclənib, bizim əlimizdə olan vəzifə mediada çox güclü olmaq və fiziki də, mənəvi də özümüzü gücləndirmək, yaxınlıq rabitələrini gücləndirmək, ümidimizi artırmaq və digərlərinə ümid vermək, ümidsizləşdirmək Siyonist cəbhəsinin planlarının əsas hissələrindən biridir. İdeologiyamızı da, etiqadımızı da əlimizdən verməyək. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.